Cenevrədə İran və Birləşmiş Ştatlar nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi keçirilib. Omanın Cenevrədəki səfirliyində təşkil edilən görüşdə Tehranın nüvə proqramı və Birləşmiş Ştatlar sanksiyalarının ləğvinə dair məsələlər diqqət mərkəzində olub. Məlumata görə İran danışıqlarda Amerika Birləşmiş Ştatları prezidentinin düşünmədiyi təkliflər irəli sürüb. Cenevrədə başlayan danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Naziri Abbas Araqçı, ABŞ nümayəndələrinə isə prezidentin xüsusi nümayəndəsi Steve Witkoff rəhbərlik edib. Birbaşa olmayan danışıqlarda hər iki tərəf təkliflərini Omanın Xarici İşlər Naziri ilə çatdırıb. İranın Xeyr rəhbəri danışıqların yekunu ilə bağlı bəyan edib ki, görüş konstruktiv xarakter daşıyıb. Onun sözlərinə görə tərəflər mümkün yeni nüvə danışığının mətninə daxil ediləcək bir sıra əsas prinsiplər barədə razılığa gəliblər. Diplomat qeyd edib ki, tərəflər saziş layihəsini hazırlayıb müzakirə etdikdən sonra danışıqların 3-cü mərhələsinin keçiriləcəyi tarix müəyyən olunacaq. İranın rəsmi idarələrinin məlumatına görə Tehran nüvə proqramının həlli qarşılığında Vaşinqtondan sanksiyaların tam ləğvini tələb edib. The Wall Street Journal qəzetinin yazdığına görə İran uranın zənginləşdirilməsini 3 il müddətinə dayandırmağı, artıq zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini xaricə göndərməyi və nüvə danışıqlarını irəli aparmaq üçün ABŞ-la ticarət razılaşmaları imzalamağı təklif edib. Nəşrin yazdığına görə bu təkliflər ABŞ prezidenti Donald Trumpın əsas tələblərindən birini, uranın zənginləşdirilməsinin tam dayandırılmasını əhatə etmir. Qəzet yazır ki, ABŞ rəsmiləri sanksiyaların azaldılmasının detalları barədə açıqlama verməyiblər və hazırda Vaşinqtonda geniş miqyaslı sanksiyaların ləğvi gündəlikdə deyil. Məlumata görə ABŞ ordusu bir neçə həftədir ki, prezident Donald Trumpın əmri ilə İrana qarşı mümkün hərbi əməliyyatlar üzərində işləyir. Bu günlərdə Pentagon yaxın şərqə daha bir neçə qırıcı təyyarəsini göndərib. İslam İnqilabı Keşikçiləri Korpusu da fevralın 16-sında Hörmüz boğazında hərbi təlimlərə başlayıb. Bu səbəbdən Hörmüz boğazının bir hissəsi müvəqqəti olaraq bağlanıb. İranın hərbi dəniz qüvvələrinin komandanı kontr-admiral Əlirza Tənkçiri bildirib ki, zərurət yaranarsa İran qısa müddətdə Hörmüz boğazını tam bağlaya bilər. Əgər məsələ Hörmüz boğazının bağlanmasına doğru gedərsə, hərbi dəniz qüvvələrimiz bu vəzifəni mümkün qədər tez yerinə yetirəcək deyə Tənkçiri vurğulayıb. İran ali rəhbəri Əli Xamneyi də ABŞ-ə hədələyib. ABŞ prezidenti Donald Trumpın dünyanın ən güclü ordusuna sahib olduqları ilə bağlı açıqlamasına cavab verən İran lideri qeyd edib ki, Vaşinqtonun yaxın şərqə göndərdiyi hərbi gəmilər təhlükəli vasitələrdir. Amma ABŞ-ın bölgəyə göndərdiyi təyyarə daşıyan gəmilərdən daha təhlükəlisi onları dənizin dibinə göndərə bilən silahdır. Özünü dünyanın ən güclü ordusu hesab edən ordu elə bir şillə ala bilər ki, yerindən qalxa bilməz. ABŞ prezidenti son çıxışlarının birində bəyan edir ki, Amerika 47 ildir İranı məhv edə bilməyib. Öz xalqına şikayətlənir. Yaxşı etirafda. Mən də deyirəm, sən də bunu bacarmayacaqsan, deyə Xamneyi vurğulayıb. İran ali rəhbəri qeyd edib ki, Vaşinqtonun əsas problemi İranı ram edə bilməməsidir. Ölkəsinin çəkindirici silahlara sahib olmasının zəruri olduğunu söyləyən Əli Xamneyi əlavə edib ki, silahsız ölkələr düşmənlərin tapdağı altında qalır və ABŞ-ın bu sahəyə müdaxiləsi əsassızdır. İran rəhbəri nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin xalqın haqqı olduğunu bəyan edib və ABŞ-ın danışıqlarda əvvəlcədən nəticə diktə etməsini axmaqlıq adlandırıb. Bəxtiyar Fətullayev, ATV Xəbər.